Qədim zamanı damdan dama cavanlar dolanardılar və bir də damın bacasından şal sallardılar əşyaya. Ev saat da görərdi, bayramlığın bağlayıb buna düyünlərdi yollardısa, acil olar, pul olar, qalıb ev sahabına. Bayramlıq yollardı. Bir cür elədilər, çəkərdilər bizə. Elə çox uzaq illərdə yox, 30 il bundan qabaq ilin axır çarşənbəsin Təbrizin bu qədim evlərində mərasim tutardılar. Bayramıdı, gecə quşu oxurdu, adaxlı qız bəy corabın toxurdu, hər kəs şalın bir bacadan soxurdu, ay nə gözəl qaydadır şal sallamaq, bəy şalına bayramlığın bağlamaq. İlin axır çarşənbəsində Azərbaycanda müxtəlif mərasim tutarlar ki, onların da biri şal sallamaqdır.